başlayaq. Sualları izah edeyim. Eyni sualların təklərini izah edeyim. Hansı ədədlər qarşılıqlı sadə deyil? Qarşılıqlı sadə olmayanlar 13-dən 39-u. Çünki 39-un bölənlərin içərisində 13 var. Ona görə 101 olacaq C bəndi. 102-ci sualda ki, A və B 102-ni keçək, 103-ə baxaq. M-in qarşılıqlı sadə ədədlər. Qarşılıqlı sadə ədədlər əbobu 1-ə bərabərdir. Əkobu da həmin ədədlərin hasilidir. Baxaq buradan. Əbobu 1-dir, əkobu da həmin ədədlərin hasili, yəni M-indir. O da olacaq D bəndi. Baxıram 105-ci suala. 105-ci suala. 105-ci suala deyir ki, hasili 432 olan A və B ədədlərin ortaq olmayan sayıqların nisbəti 3-ün 4-ü olarsa əbob AB-ni tapın. Hasili A vur B-miz bizim 432-dir. Bunların ortaq olmayan sadə ruhların nisbəti 3-ün 4-ə nisbəti. 3-ün 4-ə nisbəti. Olarsa əbob AB-ni tapın. Deməli. Burada belə deyək. Bunlara ortaq olan vuruq seçək. Məsəl üçün, hər ikisində x var. X ortaq olan var. Ortaq olmayanlar da birində 3-dür, birində 4-dür. Biri 3x-dir, biri də 4x-dir. Deməli, 3x vur 4x bərabərdir 432-yə. Buradan 12x kvadrat bərabər 432-yə. X kvadrat bərabər 432-ni 12-yə bölsək 3 dəfə düşür. 36. 36. 72-də də 6 dəfə düşür. Buradan da x bərabər olur 6-ya. X 6-dırsa onda A-mız bizim 3x idi. Olacaq 18. B-miz də bizim 4x idi. Bu da eləyəcək 24. İndi əbobun soruşduğuna görə əbob 18 ilə 24. Bu da eləyir elə 6. Olsa cavabı 6 almışdıq. Biz ortaq olan vuruqlara x demişdik deyə. Ortaq olan da əbobdur. Olacaq B bəndi. Burada deməli, biz niyə ortaq olmayan sadə ruhlarına 3 və 4 dedik? Çünki məsələn 6 ilə 8 götürsək, 3K, 4K götürsək, onda K hər ikisində ortaq olan olur deyə. Ona görə biz ortaq olmayan dediyinə görə 3 və 4 götürdük elə. Yəni, ortaq olan vuruğuna x götürdük, ortaq olmayanlarla birinə 3, birinə 4 oldu. Bu zaman A vur B, A'mız 3x, B'miz de 4x olduğuna göre 3x vur 4x beraber 432, 12x kvadrat 432, x kvadrat 36 oldu. X kvadrat 36'dırsa x'imiz 6 elədi. A'mız 18, B'miz 24, əbobumuz da 6. Baxaq 107-ci suala. Yedinci sualdakı aşağıdakılardan hansı cüt ədəddir? A bəndi təkin istənilən qüvvəti təkdir. B bəndində 2 cütdür. Cütün üstə tək gələndə deməli olur tək. Ona görə B də təkdir. C bəndində 3 təkdir, 5 təkdir. Hasili yenə tək olur. Təkin təki hasili təkdir. Qüvvətlərə fikir vermirik. D bəndində 3 təkdir, 5 təkdir. Təklə təkin cəmi cüt eləyir. D bəndi cüt olacaq. Deməli, ödəndə bizə D bəndi. Y bəndində də 7 təkdir. Üstünə 2 tək gələndə yenə olur tək. Bizdən də cüt olanı soruşurdu. %8-in suala bir dəqiqə. 109-a baxaq. Bizə deyir ki, 24 və 60 ədədlərin bölənlərinin diaqrama yazın və rənglənmiş hissədəki bölənlərin sayını tapın. Yəni, rənglənmiş hissə hansı hissəsi ortaq hissəsi? Bu nə deməkdir? Əbob 24 ilə 60-ın ortaq bölənlərini tapmalıyıq. Bölənlərinin sayını. Birinci 24 ilə 60-ın deməli tapsaq əbobun bizdə eləyəcək 12. 12-nin də bölənlərinin sayını tapıram. 12 bizdə 2-nin kvadratı vur 3 üstə 1 deməkdir. Bölənlərin sayı da 2 üstə gəl 1 vurulsun 1 üstə gəl 1. Yəni 3 vur 2 bərabər olacaq 6-ya. Bölənlərinin sayını soruşur bizdə. Birinci 24-60-ın deməli ortaq əbobunu tapdıq. Əbob oldu 12. 12-nin də bölənlərin sayını tapdıq. Və deməli 110-cu suala baxıram. 110-cu sualda da deyir əkob AB-ni tapın. Əkob AB, əkob deyəndə Venn diaqramında deməli birləşmə kimidir. Çoxluqların birləşməsi kimidir. Yəni bütün vuruqları götürürsünüz. Əkob
AB bərabərdir 3 vur, 2 vur, 5 vur, 2 vur, 7. Bu da bizdə olur 6 vur 5, 30, 60, 60 da 7'ye vuran 420. Yəni D bəndi. 111-ci suala baxıram. 111-ci sualda A 3'ün B2, A'nın 3, B'nin 2 sadə vurğu olarsa, ədənin neçə sadə vurğu var? A'nın 3 dənə sadə vurğu varsa, A'nı götürək 2 üstü 3 kimi. B'nin də 2 sadə vurğu varsa, B'ni də götürəm 2 üstü 2 kimi. Və deyir ki, A kvadratı B kubu. Onda 2 üstü 3'ün kvadratı B'nin değerini yazıram 2 üstü 2'nin kubu kimi. Bu da bizə eləyir 2 üstü 6 vur 2 üstü 6, yəni 2 üstü 12. Neçə sadə vurğu olacaq? 12 dənə Y bəndi. Baxıram 112-ci sualda K'nın neçə nöqtə qiymətinə 120 bölü K kəsinin qiyməti mürəkkəb ədəddir. Burada ilə mürəkkəb bölənlərin sayını tapsaq verir bizdə 120 bölü K. Deməli 120 natural bölənlərin sayını tapsaq 120 bizdə 2'nin kubu 3 üstə 1, 5 üstə 1'dir. Natural bölən sayı bərabərdir 4 vur 2 vur 2. Bu deyilerde bizdə 16 dənə natural bölən sayı var. Mürəkkəb bölənlərin sayını tapanda da nə edirdik? 16'dan çıxırdıq sadə bölənlərin sayını. Sadə böləndə 3 dənədir və bir də 1'i çıxırdıq. Çünki 1 deməli nə mürəkkəbli, nə sadə. Ona görə olacaq 12 dənə C bəndi. Gəldik 113-cü suala. 113-cü sualda bizə deyir ki, A və B qarşılıqlı sadə ədədlər üçün əkob AB 32-dir. Qarşılıqlı sadə ədədlər bilir ki, əkobu həm ədədlərin hasilinə bərabərdir. Onda əbobumuz A vur B'miz oldu 32. Bizə deyir A plus B cəmini tapın. Baxaq burada. A və B qarşılıqlı sadə ədədlərdir və hasili 32-dir. 1 ilə 32 ola bilər. Bunun da cəmi olacaq 33. Y bəndi. 115'ə baxıram. 115'də deyir ki, A və B natural ədədlər üçün əkob AB 15 vur əbob AB-yə bərabər olarsa, A plus B cəminin ən kiçik qiyməti neçədir? Buradan hər tərəfin əbob AB-yə bölsəm, yəni əkob AB bölünsün əbob AB-miz bərabərdir 15'ə. Bu da bizdə düstur idi, C-yə bərabərdir. Deməli, A və B-nin ortaq olmayan sadə vurğulan hasili 15'dir. Ortaq olmayan sadə vurğulan hasili 15'dir. Onda belə baxaq. Ortaq olmayan sadə vurğulan hasili 15'də, yəni 1 ilə 15 bizdə C-nin hasili. 15 ise 1 ilə 15 ola bilər, 3 ilə 5 ola bilər, 3 ilə 5 ola bilər. İndi buradan baxsaq, məsəl üçün, deyir ki, A plus B cəminin ən kiçik qiyməti neçədir? A olsun K, B də olsun 15K. 15K. Və yaxud da A 3K, B də 5K. Buradan K'ya 1 versək, bu 1, bu 15. Cəmi olacaq 16. Buradan da K'ya 1 versək, bu 3, bu da olacaq 5, cəmi də 8. Ən kiçiyin soruşuna görə olacaq B bəndi. 8. 117-ci suala baxıram. 117-ci sualda. 117-ci sualda bizə deyir ki, 200 nəfərlik bir heyətə ən az neçə nəfər əlavə etmək lazımdır ki, onlar 9, 9 və 12 qruplaşdırma ayırmaq olsun. Yəni, əkob tapmalıyıq 9 ilə 12-ni. 9 ilə 12-ni əkobunu tapsaq, bizdə eləyəcək 36. Deməli, 36 bizdə 200 nəfərlik bir heyətə deyir ən az neçə nəfər əlavə etmək lazımdır ki, onlar 9 və 12 nəfərlik qruplara ayırmaq olsun. Bizdə ən kiçik 36-dır. 36, 72, 108, 144, bir də gəlsək 180 və üstünə bir də 36 gəlsək 226, 216. Deməli 216. İndi deməli bizdə 200 nəfərlik qrup idi. Deməli üstünə 16 gəlməliyik ki, 216 olsun. 16 gəlsə 216 olacaq və onu 9 və 12 nəfərlik qruplara ayırmaq olacaq. Yəni D bəndi.
Baxıram 118-ci suala. Deməli, deyir ki, ABC 3 rəqəmli ədədinin rəqəmləri üçün 2A bərabərdir 3B-yə, A, B, C yazaq. 2A bərabərdir 3B-yə və B bərabərdir 2C-yə. Buradan A'mız 3K, B'miz 2K. Buradan da B 2K və CK. Baxırıq, B'lər hər ikisində 2K-dır. Deməli, şərt düzgündür. ABC-lərinin ən böyük və ən kiçik qiymətləri fərqini tapın. ABC-nin ən böyük qiyməti və ən kiçik qiyməti. Ən böyük qiymət deyəndə A-ya ən böyük, məsələn, K-ya 3 versək, A olar 9, B olar 6, K-ya 3 versək, onda C də olar 3. ABC-nin ən böyük qiyməti olar 9, 6, 3, yəni 963. Bu ən böyük qiymətin. Ən kiçik qiymət dediyinə görə A 3K-dır deyə, A 3K deyə K-ya ən kiçik 1 verə bilərik. Olsun 3. Onda K-ya 1 versək, B olur 2, C də olur K-dır deyə 1. ABC-nin ən kiçik qiyməti də bizdə oldu 321. Bunların fərqini istəyir. Fərqi də olacaq 2, 4, 642. B bəndi. Baxaq. 119-cu sual. Deyir, 9-a böldükdə qalıqda 5, 12-yə böldükdə qalıqda 8, 14-ə böldükdə isə qalıqda 10 alınan ən kiçik ədəd hansıdır? 9-a böldükdə qalıqda 5 alınırsa, buna 9A plus 5 yazaq. Yəni 9-a bölündə qalıqda 5. 12-yə böldükdə qalıqda 8, buna 12B üstəcəl 8. 12-yə böldükdə qalıqda 8 və 14-ə böldükdə qalıqda 10 alınan ədəd. Qalıqda 10 alınan ən kiçik ədəd hansıdır? Yəni, elə bir ədəddir ki, həmin ədədə 9-a bölündə 5, 12-a bölündə 8, 14-ə bölündə C. Deməli, ədədimiz bunlarsa, onda ədəd də bir dənə olduğuna görə bir-birinə nə olacaq? Bu şərt bərabər olmalıdır. Bərabər 14C plus 10. Buradan bunu sadələşdirsəm, 9-u çıxarsam A plus 1 çıx 4 şəklində yaza bilərəm. Buradan da deməli, 12-ni çıxarsam B plus 1 çıx 4. Buradan da 14-ü çıxarsam C plus 1 çıx 4. Bu ədədi bir dənə A ədədinə bərabər eləyək əvvəlcədən. Deməli, bir dənə A ədədi var ki, bunu 9-a böləndə qalıqda 5, 12-yə böləndə qalıqda 8, 14-ə böləndə qalıqda 10 alınır. Bu ədədi bərabərdir onda 9A plus 5-ə və yaxud da 12B plus 8-ə və yaxud da 14C plus 10-a. Onda birinciden 9'u çıxartdıq mürtəzə xaricdən, ikinciden 12-ni, üçüncüdən 14'ü çıxarsaq, baxın hamısını çıx 4'dür. Onda bu birinci şərt əsasən məsəl üçün 4'ü sağa keçirsək, onda olur A plus 4 bərabərdir. Buradan yazaq. A plus 4 bərabərdir. A plus 4 bərabərdir. 9 vurulsun A plus 1'ə bərabərdir. 12 vurulsun B plus 1'ə və 14 vurulsun C plus 1'ə. Buradan da baxsaq. Deməli, ədədimiz A plus 4 oldu. 4'ü keçirdik sağa. A plus 4, 9 vur A plus 1'ə, 12 vur B plus 1'ə, 14 vur C plus 1'ə. Deməli, 9'a, 12'yə və 14'ə bölünən bir ədəd almalıdır. Əçob 9, 12 və 14. Əçob 9, 12, 14 tapsaq, bu ikisinin 9 və 12'nin əçobu 36'dır. Tapıram əçob 36 ilə 14'ü. 36 ilə 14'dən də əçob bizə 36 vur 7'ni verəcək. Bu da 2, 4 yadda 21, 252 eləyir. 252. Deməli, əçobumuz oldu 252. A plus 4'ümüz bərabərdir 252'yə. Bu şəkildə deməli, onda A'mızı da tapsaq, 252'dən 4 çıxanda 248. İfadəmiz 248'dir ki, deməli, 9'a böləndə 5, bu şəkildə. 12'ye böləndə 8, 14'e böləndə 10 qalır. Bu sualı ikinci soruyla da yazım. Ədədi 9'a böləndə
buradan bölənlərin, buradan da qalıqların yazaq. 5. 12-yə böləndə 8. 14-ə böləndə neçə qalır? 10 qalır. Deməli 10 qalır. Biz nə edərik? Burada baxırsınız 9-dan 5-ə 4% azalıb. 12-dən 8-ə 4% azalıb. 14-dən 10-a 4% azalıb. Biz birinci taparıq əkop 12-yə, 14-ə və 9-a bölünən ədədi. Bunu bayaq dedik ki 252-dir. Və burada da azalma var deyə 252-dən də 4-ə çıxarıq. O da eləyəcək 248. Bu da ikinci qayda. Bu şəkildə. Artma olanda da üstünə gələrsiniz. 120-ci suala baxaq. Deyir, tərəfləri 60 və 75 olan düzbucaqlı formasında bağın. Düzbucaqlı formasında bağdır. Bunun deyir, tərəfləri 60 və 75-dir. Düzbucaqlı deyir, qarşı tərəflə bərabərdir. Bu 60. Bağın tərəflərini, təpələr daxil olmaq bir-biri eyni məsafədə. Deməli, eyni məsafə deyəndə biz deməli, dirəklər arasında məsafə bərabər olmalıdır. Eyni, bərabər. Buna görə əbob tapırıq. Əbob 60 ilə 75-i tapsam, əbob eləyəcək 15. 60 ilə 75-in əbob oldu 15. Deməli, bizdə dirəklər arasındakı məsafə 15-dir. İndi bizə deyir, ən az neçə dirək lazımdır? Biz birinci bunun perimetrini taparam. P bərabərdir 2 vurulsun 60 plus 75. Çünki bizdə perimetri boyunca dirək bastırılır. Ona görə perimetrini tapırsınız. 60 ilə 75. 2 vurulsun 135. Bu deyil bizə 270. 270 deməli santim uzunluqdadır. Burada da hər 15 santimdən bir dirək bastırıq deyə 270-i bölərəm 15-ə. Onlar dirəklərin sayı. Bir dəfə deməli 120-də 8. 18 dənə dirək eləyəcək B bəndi. Baxıram 121-ci suala. 121-ci suala deyir ki, A vur B bərabərdir 144 olarsa, A neçə fərqli qiymət alar? Yəni, A-nı tapsam 144 böl B. Bu nə deməkdir? A neçə fərqli qiymət alar? A naturaldırsa, deməli, onda biz nəyi tapmalıyıq? 144-ün bölənlərini tapmalıyıq. Bölənlərinin sayı. 144-ün bölənlərinin sayını tapmaq üçün 144 deməli 12 vur 12 deməkdir. Bu da 2-nin kvadratı vur 3, 2-nin kvadratı vur 3. Yəni 2 üstə 4 vur 3-ün kvadratı. Bu şəkildə bu natural bölənlərin sayını tapsaq, natural bölən sayı bərabərdir. 4 plus 1 vurulsun 2 plus 1. Bu da eləyəcək 5 vur 3, 15 dənə. Deməli, B 15 dənə fərqli qiymət ala bilər. Amma A neçə fərqli qiymət ala bilər? 15 dənə. Bu şəkildə. 122-ci suala baxıram. 122-ci sualda ki, B və C natural ədədlər olmaqla bölünən B, bölən C, qismət 4 və qalıq üstü. Deməli, bölünən B, bölən C, qismət 4, qalıq da 3-dür. C ən kiçik qiymət alarsa, B vur C hasil natural bölənlərin sayını tapın. C ən kiçik qiymət alarsa. Biz demişik ki, bölən həmişə qalıqdan böyük olmalıdır. Onda C-nin də ən kiçik qiyməti, qalıq 3-dürsə C ən kiçik 4 ola bilər. Onda B-ni tapsaq, 4 vur 4, üstəgəl 3. Yəni, eləyəcək 19. 19-un da bizdən natural bölənlərin sayını tapın deyir. 19-un deməli, natural bölənlərin sayı. B-ni 19 tapdıqsa, B vur C. Deməli, 19 vur 4. O da eləyir. 4 vur 9. 36, 76. 76-nın natural bölənlərin sayını tapın deyir. Bunu belə də yaza bilərək də. 19 vur 2-nin kvadratı kimi. Natural bölənlərin sayını tapanda üstləri 1 vayda artırsaq, 2 plus 1 vurulsun 1 plus 1 olacaq 3 vur 2, 6. Yəni C bəndi. %20-sə baxıram. Deyir, A ədədinin rəqəmlərin cəmi 29-dur. A kubu plus 7 vur A. A-nın kubu plus 7 vur A.
9-a bölməsindən alınan qalığı tapın. Biz onsuz 9-a bölmə rəqəmlərin cəmi ilə yoxlayırıq. Ona görə 29-un kubu yazıram. Üstəgəl 7 vur 29. Buradan da deyir ki, ədədin 9-a bölməsindən alınan qalığı tapın. Rəqəmlərin cəmi 29. 29-u 9-a bölsək, qalıq qalır 2. 2-nin kubu üstəgəl 7 vurulsun. 29-u 9-a bölməndə qalıq qaldı 2. 2-nin kubu 8, üstəgəl 2-ni 7-yə vuranda 14. 14 ilə də 8, 22. 22 ilə təzədən 9-a bölsək, qalıqda qalacaq 4 C bəndi. Baxıram 124-cü suala. Deyib, bütün rəqəmləri 2 olan 25 rəqəmli ədədin 9-a bölməsindən alınan qalıq neçə olar? Bütün rəqəmləri 2 olan 25 rəqəmlərini dəstsən, onda deməli, burada 25 dənə 2 var, olacaq 50. Rəqəmlərin cəmi eləyəcək 50. 50-ni də 9-a bölsək, qalıqda qalar 5. D bəndi. Gəldik 125-ci suala. 125-də ki, ABC bir-birindən fərqli rəqəmlərdir. ABC çıxılsın CBA bərabərdir AB plus BA-ya. Olarsa A plus B cəmini tapan ABC bir-birindən fərqli rəqəmlərdir. Bunu təklik olarak ayırsaq 100A üstəgəl 10B üstəgəl Z çıxılsın 100 C çıx 10B çıx A bərabərdir. Burada da 10A üstəgəl B üstəgəlsin 11B üstəgəl A. 100A'dan A çıxanda 99'a 10B'dən 10B'lər gedir. C'dən də 100C çıxanda 99C bərabərdir 11A üstəgəl 11B üstəgəl 11B. Bir saniyə baxaq. Burada 100A 10BC 100C 10BA bu şəkildə. Buradan 99'u çıxarsam A minus C bərabərdir 11'i çıxarsaq A plus B. 11 ilə 99 gedir. Qalır 9 vurulsun A çıx C bərabərdir A plus B-yə. Burada deyir ki, A plus B cəmini tapın. Bir-birindən fərqli rəqəmlərdir. Buradan 9A çıx 9C vuraq açaq A plus B. Buradan da 8A çıx B bərabərdir 9C'yə. C'ni tapsam 8A çıx B böl 9. Buranı silək. Deməli, C'miz nə oldu? C'miz bərabər oldu 8A çıx B böl 9'a. Yəni 8A çıx B ifadəsi 9'a bölünən bir ədəd olmalıdır. Ona görə məsəl üçün 8A çıx B-yə A-ya 2 versək, A2 olsa, A2 olsa 16, B-də 7 olsa 16'dan 7 çıxan 9, 9'a bölündə C-də olsun 1. Demək, 1, 2, 7 bir-birindən fərqli ədədlərdə ödəyir. Məsələn, ödədir. A plus B cəmini istəyir. Bu da bizdə olacaq 9. Yəni 2 plus 7 bərabərdir 9'a. Olacaq D bəndi.